Cari ilin 11 ay ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu xətti ilə maliyyələşmə 12,7 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 5 dəfədən çox, ayrılan güzəştli kredilərin həcmi isə 4 dəfədən çox artıb. Maliyyələşdirilən kreditlərin əksəriyyəti regionlarda fəaliyyət göstərən sahibkarlara ayrılıb. Belə ki, ümumi kredit məbləğinin 90%-dən artığı region sahibkarlarının payına düşür. Bu isə regionlarda məşğulluğun artmasına və yerli istehsalın genişlənməsinə mühüm töhfə verir. Bu layihələr üzrə 350 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu nəticələr ümumiyyətlə maliyyə əlçatanlığının artırılması fonunda əldə olunub. Sosial-iqtisadi inkişafa nail olmaq və ya mövcud inkişafın dayanıqlılığını təmin etmək yalnız düzgün iqtisadi siyasət nəticəsində mümkündür. Bu istiqamətdə həyata keçirilən tədbirlərin, ayrılan güzəştli kreditlərin nəticəsində həm iqtisadiyyatımız inkişaf edir, həm də iş yerlərinin sayı artır. Əlbəttə, müvəkkil bankların sayının artması da bunu şərtləndirir. Müvəkkil bankların sayı artırılıb 11 ay ərzində. Yəni, hazırda müvəkkil kredit təşkilatlarının sayı 8-ə çatdırılıb. Muxtar Respublikada fəaliyyət göstərən bütün banklar hazırda fondun müvəkkil bankı sayılır. Maliyyə dəstəyindən yararlanan sahibkarlıq subyektlərindən biri də Zəngəzur Logistik Məhdud Məsuliyyətli Cəmiyyətidir. Cəmiyyət cari ildə sahibkarlığın inkişafı fondundan 50 min manat kredit götürüb. 50 mindən avtomobillərimizin sayını artırmaq yönündə, tırların sayını artırmaq yönündə aldığımız bir maşının yarı ödənişini, 60% ödənişini okulundan elədik. Kredit faizi çox aşağıdır. Sahibkarlığın inkişafı üçün dövlətin lazım olan dəstəyidir. Bu krediti biz tamamlayandan sonra növbəti illərdə hansı ki hesablayıram müəyyən layihələrimiz var. Şirkəti inkişaf elətdirmək üçün daha yüksək summa. Haradasa çox müəyyən layihələr var onun icrası üçün. Ona başvurmaq istəyirəm. Bir sözlə, güzəştli maliyyə dəstəyi Muxtar Respublikada sahibkarlığın genişlənməsinə və region iqtisadiyyatının inkişafına xidmət edir. Hafizə Əliyeva, Cəmil Məhərrəmov, Asil Fətəliyev, NTV Xəbər.